öz aramızdır. Bax, indi biri gəldi, nədir? Bu boyda da belə, siz yaxşı bilərsiniz, bu boyda da dırnaqlar belə danışırlar. Bax, bax, aha, bax, belə bir Ruska. Bax, bunu efirə çıxartmaq olmaz, efir vermək olmaz. Qadın xeylağı, qız xeylağı, nə bilim nə, ərdədir, ərdən çıxır, bilmirəm nədir. Bax, belə bu boyda da, bax, dırnaqla bir yer, bunu efirə verir, az qalır oradan, ekrana adamın gözünü çıxarsın. Bunlar pis nümunədir. Ya bu da gedir, orada dav eləyir, o onu söyür, bu bunu söyür, həci belə getdi, o birisi belə getdi, filan belə getdi. Bu səhərdən aşılmaz, o pis, vallahi gibisin. Amma indi onların pullarını balta ilə kəsmək olmaz da, bilirsiniz da. Düz deyim, mən məsəl üçün fikirləşirəm, o doğru deyirsiniz ki, o həci pulu hardan alır? Yox, mən onu tanımıram, bilmirəm, kimdir? Mən ümumiyyətlə... O dırnağı karandaş kim olan odur, məhz odur. Valla, mən gördüyüm, üzr istəyirəm, mən bu efirdən, o ki, baxıram, onların, bilmirəm, karandaş kimi olmayanı yoxdur. Birim, o köhnədən bizim tanıdığımızlar var, onlar da olmaya bilər. Amma bu təzə ki, adamlar çıxıb, deməli, nə bilim, nə deyirsə, botoks, motoks filan, bu boyda da barmaq. Sonra niyə aparıcılar var, aparıcı var, belə-belə danışır, bax, belə-belə danışır, belə-belə danışır. Müstəntiqli eləyir. Müstəntiqli eləyir. O pis nümunədir. Onları vermək olmaz, onlara efir vermək olmaz. Azərbaycanın inkişafı üçün mən açıq sizə deyim, bizim televiziyaların əlində böyük imkanlar var. Təəssüflər olsun ki, tərsinə işləyirlər. Tərsinə işləyirlər. Adam var, bax, gedir, mən bir dəfə də sizin efirdə dedim. Bu, bizim yazıq Aydın Caniyev, bir dəfə Aydın Candan soruşdular. O da dedi ki, mən ailə institutu möhkəmliyi barədə danışa bilmərəm, 2 dəfə evlənib boşanmışam. Aydın açıq dedi. Ailəsi var, bilməm, 30-40 dəfə evlənib boşanıb və o ailə institutunun möhkəmliyindən danışır. Yəni, təcrübədən danışsa ayrı. Bu, möhkəmlikdən danışır. Möhkəmlikdən olmaz. Televizyon ona yer verməməlidir. Təcrübədən danışsın. Deməli, əziz tamaşaçılar, bəyənin və paylaşın. Deməli, bu arada televiziyalarında dərdi bir ayrı dərddir. Amma Elşad müəllim də hər halda yaxşı bilir ki, bax, o televiziyalardakı o verilişlərin də tamaşaçısı, bax, bu auditoriyadır. Mən demirəm, Laf TV-nin auditoriyası, Laf TV-nin auditoriyasını bir qurban olaram. Əsasən siyasi, sosial problemləri maraqla, diqqətlə dinləyən kəsimimiz var. Amma o yerüstü kanallarda ki, o çıxıb danışırlar, o həcilərdən, filanlardan danışılan proqramlar, sosial məişət, nə bilim, kim kimi öldürdü, kim kimdən neçənci dəfə ailə qurdu, kim, nə bilim, İEZ-nəsinə qoşuldu, qaçdı, kim qaynatası ilə getdi. Bu mövzuların sponsorları var. Və bunların PR-ı var. Və elə insanımızın, cəmiyyətimizin də bu şəkildə kütləşməsində, nə bilim, yəni, üstə gəldi maraq var o adamlara. Mən sizə deyim ki, otururlar saatlarla, belə. Ta demir ki, dünyaya mən bir dəfə gəlmişəm, bir faydalı bir işlə məşğul olum da, yəni buna baxmaqdansa. Oturub, bax, o arvad, qeybət söhbətlərinə onlar saatlarla vaxt əsr edirlər və onların da aparıcıları, indi biz burada gülürük, eləyirik, onlar da bizə gülürlər, Elşad müəllim. Deyirlər, Ləman, gör nə gündəsən ki, qalmısan orada, amma mən, nə bilim, 5 mərtəbəli villada yaşayıram. Buyurun. Sizə bir şey deyim. Deməli, onlara o şərait yaradılıb. Biz onlar vasitəsilə pilin tutan aşağı səviyyəli bir kütlə yetişdirmişik illərlə. Bəli. Biz nə vaxt o, mən dediyim, intellektual veriliş vermədik, bax, qiymət qalıqdır. Bunu oradan adam çıxarda, nəyə görə qalıqdın? Bu tərəfdən olsun. Yəni, veriliş verəndə, bax, misal çəkirim mən, bizdə də veriliş verirlər, Ruslar icdimeniyə verir. Onların aparıcısına da baxaq, bizimkinin aparıcısına da baxaq, bizimki bir adamı, parmağını adamın gözünə soxar, onların aparıcısı, bax, mülayim, abırla, intellektual səviyyəsi daha yüksək olan aparıcılardır. Onlara baxaq. Eləcə də başqa ölkələrinkinə baxaq. Yəni, o tipli verilişlər bizimkilər çox oradan-buradan uğrayırlar. Bu mahnı oxuyanlar da baxıb görürsən ki, bir mahnı oxuyur, bir də bəlli olur, Türkmenistandan uğrayır, Özbekistandan uğrayır, Türkiyədən uğrayır, Ərəbdən uğrayır, belə. Dediyim odur ki, yəni, bəzən deyirlər ki, yox, tamaşaçı onu istəyir. Tamaşaçını siz hazırlayıbsınız ona. Baxaq 90-cı illərin əvvəlində. Tamaşaçı onu istəyir, yoxsa başqa şey istəyir. Tok-şolar istəyir tamaşaçı, siyasi tok-şolar falan. Belə tok-şo olur. Amma yenə deyirəm, bu adamları qəhrəman kimi təqdim eləmək olmaz. Yenə deyir, adam gedir, belə yekə-yekə danışır, eləyir, onu elədim, 5 qəpik dövlətə vergi vermir. Düzdür? Balaca çəkmə işləyən, çəkməçi. Bu mütləq vergisini verir. Amma bunlar da, özdə o hacilər dedilərində... Evini kirayə verən vergi verir, amma onlar vermir. Bu həci-məci deyirsiniz. Mənim müavinlərimdən biri o Xətai İcra Hakimiyyətində Mənzil Təsərrüfat İdarəsinin müdürü idi, icra başçısının müavini idi.
Deməli, onun yanına bir nəfər gəlirdi. Bu lapatka sapı, süpürgə, belə şeylər satır da. Gözündən başından da belə baxırdın, dələduzə oxşayırdı. Bəli. Bu dələduz indi məşhur həzlərdən biridir. Ən məşhur. Bu adam ya insan kimi. Buna da bütün bu tender işləri falan var ya, bu dələduz da axı. Bunu veriblər, şişirdiblər, o da. Yəni bunlar pis nümunədir. Mən fürsət düşən kimi bunu deyirəm ki, bizim problemlərin böyük əksəriyyəti bax o televiziyaların apardığı təbliğat nəticəsində formalaşır. Çünki insanların yönünü dəyişirlər. İnsanları pis istiqamətləndirirlər ki, nümunə kimi onu görsünlər. Qız uşaqlar da belə baxır, deyir, ən yaxşı yol nə? Getdik, ərə getdik, 1 il, yarım, 3 ay, 5 ay. Tez ondan boşanım, ondan sonra bir mikrofonu götürüm, oxuyum. Çünki Həci hazırdır, həci var oralarda. Hacı da hazırdır, ondan sonra pul da hazırdır, hər bir şey hazırdır. Bax, biz bunu dəyişməliyik, açıq. Biz bunu dəyişməliyik. Doğru, doğru. Yenə də dəyişmək üçün daha çox imkan sizin əlinizdədir. Siz deputatların, siz Milli Məclis üzvlərinin parlamentdə qaldırın bu məsələləri. Deyin televiziyaların dərdini, sərini. Çünki o televiziyalarda dövlətin belə deyək də, yəni maraqları çərçivəsində çox vaxt hərəkət edirlər. Niyə? Çünki yəni sabahların biz buradan bir nəsə desək, bizdə dərhal bir təpki olar, bir fikirlərimizə bir mütləq və mütləq reaksiya olar. O zaman illərlə, 20 illərlə bu proqramlarla bağlı dəfələrlə deməli bu məsələlər qaldırılır, deyilir, amma bir tədbir görülmür. Ona görə onu daha yüksək tribunadan demək sizin boynunuzun borcu olsun. Yəni təkcə bizim yox, sizin də həm də. Və mən bir şey də deyim. Ötənlərdə Yeni Azərbaycan Partiyasından olan Səyyad Aranın bir də maraqlı açıqlaması oldu. Dedi ki, deputatların da sözünü işdən yoxdur. Deputatları dedi, nazirlərə telefonunu qaldırmır, biz heç kimə işlə deyə bilmirik, gileyləndi. Necədir o vəziyyət? Doğrudan da bir deputat kimi səsiniz hara qədər çatır? Bəs mən deyirəm, konstitusiyon islahatları olmalıdır. Hökumət parlamentə tabe olmalıdır. Hökumət parlamentə tabe olmalıdır. Təbii ki, deməli, parlamentarilərin sözünü hökumətdə olanlar eşitməyəcək. Bu açıq budur, gizli heç nə yoxdur. Ona görə də bu sahədə bir islahat olmalıdır ki, aşağıdan yuxarı asıllıq olsun, tabiçilik olsun. Əgər deməli, bax seçkili orqanlarda belədir. Dünyanın hər yerində belədir. Misal üçün bir orqanı seçirlər, o da hesabat verir. Bu hökumətdə olanlar bu parlamentlərə hesabat verir. Amma bizim o qədər belə təsirimiz yoxdur ki, hər şey dəyişək. Biz məsələləri qaldırırıq, öz ərazimizlə bağlı məsələ qaldırırıq. Cürbəcür sosial problemlərdir. Eyni zamanda məclisdə də mən Əmək və Sosial Siyasət Komitəsinin sədr müaviniyəm. Bizim Musa müəllimdir sədr. Əsasən qəbulları keçirir, arada mən qəbullar keçirim. Orada problemlərimiz belədir. Mən olduğum dairənin problemləri var. Məsələn, mən hər dəfə fürsət düşən kimi deyirəm ki, bir ərazidə bax biləcəri götürür və yaxud Binəqədini götürək. Daş, torpaq əllərinə gəldi, o gölə, bataqlığa töküblər, satıblar. Və heç kəs də düşünməyib ki, burada bir balaca stadion tikək, bir parkinqa üçün yer saxlayaq, bir uşaq bağçası üçün. Belə hətta o bələdiyyələrin, o strukturda işləyənlərin başında bir yad adamlar olsaydı, bizə düşmən, heç olmasa onlar da belə şey eləməzdi, düşmən belə şey eləməz. İndi gəlib bu məsələləri biz çalışırıq bir həll edək. Elə yer var, onun büdcəsi var, formalaşıb işləyir. Eləsi var, yoxdur. Bu məsələlərlə bağlı da açıq deyim. Bizim mövqe açıqdır. Bizim də qəbul mən hesab edirəm. Bir ölkədə ən yaxşı qəbul keçirənlərdən biri bizik. İnsanlarımızla iç-içə çalışırıq ki, problemi həll edək. Müvafiq orqanlardan yer gəlində şəxsi belə zəng edir, yer gəlində belə. Amma bir qism adam var ki, onlar heç onların katibəsi telefon götürmürsə, mən onu niyə zəng eləməliyəm? Doğru. Rəsmi yazırıq. Rəsmi yazıb, rəsmi tələb edir. Misal üçün, mənə müraciət elədilər. Biləcəridə, deməli, bu qəbristanlıq da olub, yer yoxdur. Ölkənin baş nazirinə müraciət elədik biz. O da göndərib, Bakı Şəhər İcra Hakimiyyətinə göndərib. İndi nəticə ilə bağlı büdcə müzakirəsi olan vaxtı yəqin bir nəticəsi olar. Nəticəsi olmasa, mən ölkənin baş nazirindən soruşacağım. Cənab baş nazir, bizim müraciətimiz oldu. Bununla bağlı hansı qərar verir? Misal üçün deyirəm, bir misal. Əsasən, o bölgə kasıb zonadır. Əhali, deməli, iqtisadi baxımdan kasıb əhalidir. Yeni tikirlər də var, deməli, öz başına tikirlər filan. Orada olan adamların da çox ciddi problemlər var. Bir də bizim o ərazidə çoxlu bizim Allah rəhmət eləsin şəhidlərimiz var. Mən hesab edirəm, ilk növbədə bu asfaltlaşma, bu birinci oradan başlamalıdır. Şəhid ailələri, şəhidlər olan küçələr olmalıdır, qazilərimiz olan yer olmalıdır, az təminatı olanlar olmalıdır.
Yəni bu məsələlərlə bağlı açıqlayım, bizim mövqe açıqdır ortada. Bir nəfər, demirəm adını, universitetlərin birinin müəllimi idi. Gəldi, bizim qəbula gəldi, görüşdü, söhbətləşdi, məsələsi həll olunur. Dedi, vallahi indiyənə qədər mənim inamım yox idi məclis üzvlərinə. Elə bildim, elə məktub gəldi, getdi. Amma dedi, sağ olun, siz diqqətlə yanaşdınız. Yəni, müvafiq o yeri, orqanlar var. Bunlarla da belə də, mən şəxsi özüm üçün bir şey istəmirəm ki. Seçici üçün istəyirsiniz. Seçici üçün istəyirəm. Mən şəxsi özüm üçün bir şey istəsəm, çıxasınlar desin, Elşad Musaya buradan deyək ki, öz üçün bir kvadrat torpaq istədi. Yox, mən heç istəməmişim onlardan. Amma seçicilərimin problemi varsa, onlarla bağlı, onların nə istəyi varsa qanuna uyğun, onun da reallaşmasına çalışıram. Burada gizli heç nə yox, heç kəsə güzəştə getmirəm. Hələ deməli, bu bir ildir bizim deputat müddətimiz. Nə ictimailəşdirməmişəm, belə yəni həll eləməyə çalışır. Yox, kim görsən ki, həddini keçir, bu sizin bu efirdən ad-ba-ad, faktlarla bütün bunları ictimailəşdirin, o ictimaiyyət də bilsin və müvafiq orqanlar da onda qərar qəbul etsin. Amma indiki halda mən hesab edirəm, dalaşmaqdansa danışıb həll eləmək yaxşıdır. Doğru.